Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz dünyanın yaş cins piramidası, miqrasiya, urbanizasiya, məskunlaşma bununla bağlı olacaqdır. Deməli, dünyanın yaş tərkibində biz əsas məsələlərə diqqət etirsək, deməli, ölkənin demografik vəziyyəti ilk növbədə əhalinin yaş tərkibinin strukturundan asılıdır. İndi hamısına geniş şəkildə baxacağıq. Yaş tərkibi əhalinin müxtəlif yaş qrupları üzrə paylanmasıdır. Bu göstərici ölkənin gələcək iqtisadi inkişafı və sosial siyasətinin müəyyən edilməsində əsas rol oynayır. Yəni biz yaş tərkibini nəyə görə araşdırırıq, nəyə görə lazımdır və yadda saxlayaq ki, bu əsas 3 əlamətlər yaş tərkibinin müəyyən olunmasına, əhalinin yaş cins piramidasının qurulmasında əsas şərtlərdən biri hesab olunur. Deməli, yadda saxlayaq ki, biz əhalini əsasən 3 qrupa böləcəyik. 0-15 yaş aralığında olan uşaqlar, yəni bunların əmək qabiliyyəti yoxdur, işləmə qabiliyyətləri yoxdur, 0-15 yaşında olan uşaqlardır. 16-65 yaş arasında olan gənc və orta yaşlı insanlardır. Yəni bunlar maddi nemətlərin əsas istehsalçılarıdır, əmək qabiliyyətlidir. Yadda saxlayaq, əmək qabiliyyətli insanlar. Həmçinin yaşlılar, yaşı 65 yaşdan çox olan insanlar əlbəttə ki, yaşlılar adlanır. Amma əlbəttə ki, yadda saxlayaq ki, dünyada uşaqların, yaşlıların yəni payının hər yerdə eyni cür bölünməmişdir. Məsələn, biz uşaqların sayına diqqət etirsək, dünyada uşaqların sayının ən yüksək olduğu ölkə Yəməndir. Yəni, diqqət etirsək, ölkənin 52% uşaqdır. Yəni, yarıdan çoxu uşaqlar təşkil edir. Amma uşaqların sayının ən az olduğu ölkələrə isə Almaniya və İtaliya aid edilir. Cəmi 16% bu ölkələrdə uşaqdır. Bunda əlbəttə ki, səbəbi nədir? Çünki Yəməndə yadda saxlayaq ki, demografik partlayış baş verir. Burada doğumun sayı həddən artıq çoxdur. Ona görə uşaqların da təbii olaraq sayını biz çox görə bilərik. Almaniya və İtaliyada isə demografik böhran baş verdiyi üçün burada uşaqların sayı çox aşağıdır. Cəmi 16% uşaqlardır. Deməli, yaşlı əhalinin payına isə baxsaq, dünyada yaşlı əhalinin payına görə birinci yeri biz İsveçi görə bilərik. Əhalinin 25%-i deməli yaşlı əhalidir. Bunun da əsas səbəbi orta ömür müddətinin çox olması, orta ömür müddətinin yüksək olması. Yəni bildiyimiz kimi bu ölkədə həm əhalinin sayı azardır, həm də ki, yaşlılar daha uzun yaşayır, sağlam olduqları üçün, həyat səviyyələri yüksək olduğu üçün daha uzun ömürlüdürlər. Ona görə də yaşlılar 25% təşkil edir. Dünyanın digər inkişaf etmiş ölkələrində, Yaponiyada və digər Avropa ölkələrində də orta ömür müddəti əsasən yüksəkdir. Yaşlıların sayının ən az olduğu ölkə isə Malidir. Həmçinin bununla yanaşı digər Afrika ölkələrindən, biz Mərkəzi Afrika ölkələrini, həmçinin Somalini və Latin Amerikası ölkələrinin bəzi ölkələrini nümunə göstərə bilərik ki, bu ölkələrdə yaşlıların sayı çox azdır. Buna səbəb orta ömür müddətinin aşağı olması, həmçinin uşaqlar, belə deyək, əhalinin payında uşaqların daha çox pay sahibi olmasıdır. Əhalinin deməli biz yaş tərkibində paylanmasına bir dənə diqqət. Deməli, dünya üzrə əhalinin paylanmasına diqqət yetirsək, baxın, dünya üzrə hardasa orta hesabla 5% yaşlı əhalidir. 63% əmək qabiliyyəti, yəni ki, 16-65 yaş arasında olan insanlardır. 32% isə uşaqlardır. Bu dünya ortalamasıdır. Amma gəlin Avropaya diqqət yetirək. Görək, Avropa da vəziyyəti nə yerdədir. Avropada görürsünüz, yaşlıların sayı dünya ortalamasına yüksəkdir. 17%. Niyə? Çünki burada həyat səviyyəsi yüksəkdir. Uşaqların sayı 14%. Görürsünüz, dünya ortalamasından çox aşağıdır. Niyə? Çünki burada doğum sayı çox azdır, təbii artım aşağıdır. Əmək qabiliyyəti əhalinin sayı 69%, nisbətən dünya orta göstəricisindən daha yüksəkdir. Asiya ölkələrinə diqqət yetirsək isə, baxın, demək olar ki, dünya ortalaması ilə uyğunlaşır. 32% uşaqlardır, 62% əmək qabiliyyəti insanlardır, deməli 6% isə yaşlılardır. Afrika ölkələrinə diqqət yetirsək, burada demografik, əksər ölkələrində demografik partlayış baş verdiyi üçün uşaqların sayı daha çoxdur, 38%. Orta ömür müddətinin çox aşağı olması burada yaşlı əhalinin sayının çox azalmasına səbəb olur. Cəmi 3% əhali demək yaşlıdır.
59% isə əlbəttə ki, əmək qabiliyyətli insanlardır. Şimali Amerikada inkişaf etmiş ölkə olduğu üçün burada yaşlıların sayı çoxdur, uzun ömürlülüyünə bağlı olaraq 13%-dir. Uşaqların payı yenə də dünya ortalamasının azdır, cəmi 22%-dir və əmək qabiliyyətli əhalisi 65%-dir. Yenə də Cənubi Amerikada yaşlı faiz 10%, uşaqların sayı payı 26%-dir. Avstraliya və Okeaniyada da biz diqqət etirsək, inkişaf etmiş ölkə olduğu üçün uşaqların sayı nisbətən dünya göstəricisindən aşağıdır. Yaşlı əhalinin sayı təqribən dünya göstəricisi ilə eynidir. Amma biz diqqət etsək, Avropada, Amerikada yaşlı əhalinin payı çox, uşaqların sayı isə dünya göstəricisindən xeyli aşağıdır. Demək, dünyada cins tərkibinə baxsaq, dünyada təqribən hər 100 qadına 101 kişi düşür, yəni kişilərin sayı nisbətən qadınlardan çoxdur. Avropada isə əlbəttə ki, Avropa ölkələrində və yaxud da dünyanın əksər inkişaf etmiş ölkələrdə əsasən qadınların sayı kişilərdən çoxdur. Asiya, Afrika, Latin Amerikası ölkələrinin isə əksəriyyətində isə əsasən deməli kişilərin sayı üstünlük təşkil edir. Buna biz xəritə üzərində baxsaq, baxın görürsüz, bax Şimali Amerikadır, Avropa ölkələridir, Rusiyadır, Afrikanın cənub-şərqində yerləşən ölkələr, Avstraliya, Cənubi Amerikada Braziliya, Çili, Argentina kimi, Kolumbiya kimi ölkələr, Avstraliya, Yeni Zellandiya kimi ölkələr, həmçinin Cənub-Şərqi Asiya ölkələrinin bəzilərində gördüyümüz kimi biz qadınların sayı daha üstünlük təşkil edir. Lakin Ərəb ölkələrinə diqqət yetirin. Ərəb ölkələri, Cənub-Qərbi Asiya ölkələrinin əksəriyyəti, Cənubi Asiya ölkələri, Hindistan, Bangladeş, Nepal və s. Çin kimi ölkələrdə isə həmçinin Afrikanı görürsüz, Cənub-Qərbində yerləşən ölkələr, bəzi Cənubi Amerika materikində yerləşən ölkələrə biz diqqət yetirsək, burada kişilərin sayı üstünlük təşkil edir. Qadın və kişilərin sayının bərabər olduğu ölkələrə isə biz diqqət etirsək, Monqolistanı, həmçinin İslandiyanı, həmçinin Efiopiya, Somali, İndoneziya və s. kimi ölkələri nümunə göstərə bilərik ki, bu ölkələrdə kişi və qadınların sayı təqribən bərabərdir. Dünya ölkələrində də biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin yaş piramidasına diqqət yetirsək, baxın, əsasən inkişaf etmiş ölkələrdə, həmçinin Şərqi Avropa ölkələrində, Rusiya, Çin kimi ölkələrdə əhalinin təbii artımının birinci tipi xarakterikdir. İnkişaf etməkdə olan ölkələrin isə əksəriyyətində əhalinin təbii artımının ikinci tipi məxsusdur. Baxın, yəni əgər biz bu qrafiki görsək, yadda saxlayaq ki, bu inkişaf etmiş ölkələrin qrafikidir. Yəni görürsüz, aşağı yaşlı əhalinin sayı daha çoxdur, lakin yuxarı yaşlı əhaliyə doğru getdikcə əhalinin sayı azalmağa başlayır. Yəni görürsüz, yaşlı əhalinin sayı az, uşaqların sayısı daha çoxdur. Amma bunun səbəbi nədir? Çünki inkişaf etməkdə olan ölkələrin əksəriyyətində doğum yüksək səviyyədədir, lakin orta ömür müddətinin aşağı olması əsasən yaşlı əhalinin payının az olmasına səbəb olur. İnkişaf etmiş ölkələrə isə diqqət yetirsək, burada biz görə bilərik ki, uşaqların sayı daha azdır. Yəni inkişaf etmiş ölkələrlə müqayisədə görürüz, aşağı yaşlılar, aşağı yaş qrupu sayı çox aşağıdır inkişaf etməkdə olan ölkələrə nisbətən. Lakin yaşlıların sayı nisbətən biraz çoxdur. Burada da orta ömür müddətinin çox olmasına görədir. Yəni yadda saxlayaq ki, biz birinci qrafika, bu qrafiki görsək, bilək ki, inkişaf etmiş ölkələrə məxsusdur. Birinci əhalinin təbii artımı birinci tipinə aid olan ölkələrə aiddir. İkinci qrafik isə əsasən inkişaf etməkdə olan ölkələrə aid qrafik olacaqdır. Ölkə əhalisini biz 3 qrupa bölə bilərik. İşləməkdən yayınanlar, əmək qabiliyyəti olan əhali və əmək qabiliyyəti olmayan əhali. Deməli, işləməkdən yayınanlar kimdir? İşləməkdən yayınanlar, onlara iş təklif olunur, lakin onlar işləmək istəmirlər. Və yaxud da ümumiyyətlə işləmək üçün hər hansı bir aktiv iş yeri axtarmırlar. Bu şəxslərə biz deyəcəyik işləməkdən yayınanlar. Xüsusən, məsələn, biz evdar qadınları nümunə göstərə bilərik. Məsələn, bu qadınlar özləri işləmək istəmir, ailəsinə, uşağına baxır. Yəni, onlar təklif olunan iş yerlərində tutaq ki, imtina edirlərsə, bu artıq işsiz yox, işləməkdən yayınan hesab olunur. Yəni, əmək qabiliyyəti əhaliyə aid edilmir. Əmək qabiliyyəti olmayan əhali, əlbəttə ki, 16 yaşa qədər uşaqlar
Bir də ki, 65 yaşdan yuxarı olan yaşlı əhali, həmçinin iş qabiliyyətini itirmiş şəxslər. Bunlar əmək qabiliyyəti olmayan insanlardır. Əmək ehtiyatları, yəni əmək qabiliyyəti olan əhali isə özü bölünür iki yerə. İqtisadi cəhətdən fəal əhali, yəni hal-hazırda hər hansı bir iş sektorunda, iş sahələrində işləyən şəxslər və iş yeri axtarsa da özünə uyğun iş tapa bilməyən işsizlər. Baxın, bu isə olacaq əmək ehtiyatları. Yəni, əmək qabiliyyəti əhalini də biz iki qrupa böləcəyik əmək ehtiyatlarının. Həm iqtisadi cəhətdən fəal əhali, yəni hal-hazırda hər hansı bir sahədə, hər hansı bir təsərrüfat sahəsində çalışan, işləyən şəxslər, işsizlər isə əlbəttə ki, yəni iş axtaran, lakin özünə uyğun iş tapa bilməyən şəxsləri biz aid edəcəyik. Nəzərdə satıraq ki, əhaliyə aid məsələ ilə biz digər videomuzda tanış olacağıq. Və qeyd etdiyimiz kimi 16-65 yaş arasında olan, yəni əqli və fiziki göstəriciləri yerində olan şəxslər əlbəttə ki, əmək qabiliyyətli olan şəxslərdir. Əmək qabiliyyəti olan şəxslərdə onların həm keyfiyyət göstəriciləri, həm də kəmiyyət göstəriciləri var. Əmək qabiliyyəti olan əhalinin biz kəmiyyət göstəricilərinə onun əhalinin ümumi sayını, yaş tərkibini və cins tərkibini göstərə bilərik ki, bunlar əsasən əhalinin kəmiyyət göstəriciləridir, yəni əmək qabiliyyəti əhalinin kəmiyyət göstəriciləridir. Lakin onların sağlamlıq və fiziki gücü, təhsil səviyyəsi, peşə hazırlığı, ixtisas səviyyəsi, bax, bunlar fiziki iş qabiliyyəti və s. Bunlar isə keyfiyyət göstəriciləridir. Yəni, kəmiyyət əslində saylandır. Yəni, ölkədə əmək qabiliyyətli əhalinin tutaq ki, qadınların sayı nə qədərdir, kişilərin sayı nə qədərdir, hansı yaş aralığındadırlar, ümumi sayı nə qədərdir, amma keyfiyyət göstəriciləri əsasən sağlamlıq, fiziki güc, təhsil səviyyəsi, peşə hazırlığı, fiziki iş qabiliyyəti, ümumi təhsil və s. kimi biz qabiliyyətləri əmək ehtiyatlarının əsas keyfiyyət göstəricilərinə aid edə bilərik. Yəni, burada da qeyd etmişik. Demək, əmək ehtiyatları iqtisadi cəhətdən fəal və işsizlərə aiddir bura. Əmək qabiliyyəti olmayan əhali, 16 yaşa qədər olanlar və təqaüdçülər, işçi qüvvəsinə daxil olmayanlar isə işləməkdən yayınanlar olaraq biz dünya əhalisini bölürdük. Məsələlərlə biz əlavə dərsimizdə tanış olacağıq. Həmçinin demografik yük anlayışına da tanış olacağıq. Demografik yük isə əlbəttə ki, əmək qabiliyyəti olmayan əhali, əmək qabiliyyəti olmayan əhalinin fəal işləyən əhaliyə olan nisbətidir. Yəni, bunu belə, lor dildə belə deyə bilərik ki, fəal işləyən əhali işləyir, vergi ödəyir və bunun hesabına əmək qabiliyyəti olmayan insanların pensiyaları və yaxud da uşaq pulları ödənilir ki, bunlar olur əmək qabiliyyəti, daha doğrusu demografik yük. Və bayaq da qeyd etdiyimiz kimi biz əhalini yəni işləyən və işləməyən, daha doğrusu əmək qabiliyyəti əhalini fəal əhaliyə, yəni işləyən əhaliyə və iş axtarıb, lakin iş tapmayan işsizlərə biz bölə bilərdik. İndi biz gəlin görək işsizliyin hansı növləri var. İşsizliyin ilk öncə əsas növlərindən birinci danışsaq, biz buna friksiyon və struktur işsizliyi deyə bilərik. Gəlin baxaq görək friksiyon işsizliyi nədir? Friksiyon işsizlikdə baxın qeyd olunur ki, işçinin bir iş yerindən digərinə keçməsi ilə bağlı yaranır. Bu halda işçi özü işdən çıxır və yeni iş axtarır. Adətən qısa müddətli və normal bir hal hesab olunur. Məsələn, gəlin biz buna bir daha ətraflı baxaq. Tutaq ki, biz hər hansı bir iş yerində çalışırıq. İş yerində bizim aldığımız maaş və yaxud da iş saatının çox olması, yaxud da işin ağır olması bizi qane etmir və biz yeni bir iş axtarırıq. Və əlbəttə ki, yeni işi tapana qədər biz işsiz sayılırıq ki, bu friksiyon işsizlik hesab olunur. Həmçinin yadda saxlayaq ki, universiteti bitirən, yəni yeni universitetlərdən məzun olan tələbələr də friksiyon işsiz hesab olunur. İşsizliyin digər bir növü isə struktur işsizlikdir. Gəlin görək struktur işsizliyi nədir? Deyir ki, iqtisadiyyatda baş verən texnoloji dəyişikliklər nəticəsində yaranır. Bəzi peşələr sıradan çıxır, yeni peşələrə tələbat yaranır. Bildiyimiz kimi dünya inkişaf etdikcə müəyyən bir robotlaşma baş verir. Sənayedə müəyyən bir yeni texnologiyaların tətbiqi nəticəsində ola bilər ki, müəyyən bir ixtisaslara tələbat azalsın. Və
həmin sahədə işləyən insanlar məcburən digər peşələrə yiyələnməlidirlər ki, yəni daha lazımlı peşələr, yəni onların artıq peşəsinə ehtiyac yoxdursa, onlar məcburdur ki, yeni lazımi peşələrə yiyələnsin və onlar müvəqqəti olaraq işsiz qalacaq ki, təbii ki, biz buna deyəcəyik struktur işsizlik. Yadda saxlayaq ki, struktur işsizlik yəni iqtisadiyyatda baş verən texnoloji dəyişikliklər hesabına baş verir. Yadda saxlayaq ki, funksiyon və struktur işsizlik bunlar təbii işsizlikdir. Təbii işsizlik və ölkədə yalnız və yalnız funksiyon və struktur işsizliyi varsa, bu tam məşğulluq hesab olunur. Tam məşğulluq. Və yadda saxlayaq ki, təbii işsizlik əsasən inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Yəni, inkişaf etmiş ölkələrdə baş verən işsizlik, yəni dövr işsizliyi əsasən olmur, yəni böhranla bağlı olmur. Əsasən, ya yeni iş yeri axtarırlar, onunla bağlı funksiyon işsizliyi yaranır, ya texnologiyanın tətbiqi nəticəsində lazımsız ixtisaslar yaranır, insanlar digər peşələrə yiyələnir, yəni struktur işsizlik yaranır və s. Yəni bunlar əsasən yadda saxlayaq ki, inkişaf etmiş ölkələrdə təbii işsizlik özünü göstərir. Deməli, dövr işsizliyə biz baxsaq, dövr işsizliyə isə deyir ki, iqtisadiyyatda baş verən böhranlar və tənəzzüllər zamanı yaranır. İstehsal azaldığı üçün müəssisələr işçilərini kütləvi ixtisara salırlar. Yadda saxlayaq ki, dövr işsizliyi, işsizliyin belə deyək, daha ağır forması dövr işsizlikdir. Bu əsasən inkişaf etməkdə olan ölkələr üçün yadda saxlayaq ki, səciyyəvidir. Yəni, ölkə iqtisadiyyatı qeyri-sabit olan böhranların baş verdiyi ölkələrdə şirkətlər və yaxud da dövlət müəssisələri məcbur işçiləri kütləvi şəkildə ixtisar edirlər. Yəni, onların əmək haqlarını ödəyə bilmədikləri üçün. Bu cür işsizlik dövr işsizlikdir. Bax, görürsünüz, ən təhlükəli işsizlik növüdür. Və burada insanlar bundan çox böyük əziyyət çəkə bilər. Və yadda saxlayaq ki, əsasən dövr işsizlik inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Biz həmçinin mövsümi, gizli, durğunluq işsizliyi növlərindən də tanış ola bilərik, amma ən əsas yadda saxlayaq ki, funksiyon, struktur və dövr işsizliklər bizə vacibdir. Təsərrüfatın sahələri ilə biz tanış olsaq, bunları biz daha ətraflı öyrənəcəyik. Təsərrüfatın əsasən 4 sektoru var, düzdür, bu slaytda 3-ü qeyd olunub. Bunlarla bağlı biz ətraflı daha sonraki dərslərimizdə tanış olacağıq. Birinci sahə əsasən kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, həmçinin təbii sərvətlərin hasilatıdır. Birinci sektor. İkinci sektor əsasən emal sektorudur, yəni yeni məhsulların əldə edilməsi, xam maldan hazır məhsulların əldə edilməsi sahəsidir. Üçüncü sektor xidmət sektoru, dördüncü sektor isə yadda saxlayaq ki, informasiya və elmi tədqiqat sektorudur. İnkişaf etməkdə olan ölkələrdə əsasən əhalinin böyük hissəsi birinci sektorda, yəni ki, hasilat və kənd təsərrüfatı sektorunda çalışır. İnkişaf etmiş ölkələrdə isə əhalinin böyük hissəsi xidmət sektorunda və informasiya və elmi tədqiqat sektorunda daha çox çalışırlar. Və dövlətin də ən böyük vəzifəsi işləmək istəyən şəxsləri işlə təmin etməkdir. Bunun üçün əlbəttə ki, dövlətin məşğulluq siyasəti həyata keçirilir. Demək, məşğulluq siyasətinin hansı istiqamətləri var? Birincisi, biz deyə bilərik, işsizlərin məşğulluğunu və sosial müdafiəsini təmin edən ilk öncə hüquqi baza yaradılmalıdır. Mövcud vakansiyalar üzrə kompüter məlumatları, konkret bazalar yaradılmalı, hər hansı bir saytlar yaradılmalıdır ki, insanlar rahat şəkildə mövcud olan vakansiyalardan xəbərdar olsun. Daha sonra vətəndaşların peşə hazırlıqları, ixtisasların artırılmasına yönəlmiş dövlət proqramları həyata keçirilməlidir ki, lazımi ixtisaslara, peşələr üzrə insanlar yerləşə bilsin. İş yeri imkanları olan regionlara köçmək istəyənlərə belə də vergi imtiyazları, vergi güzəştləri və uzun müddətli kreditlər vermək olar. Yəni, məşğulluq siyasətinin əsas vəzifələrindəndir. Həmçinin şəxsi biznesini, öz sahibkarlıq belə də obyektini qurmaq istəyən insanlara güzəştli kreditlərin, bir dəfəlik müavinətlərin verilməsi, yəni işsizliyin aradan qaldırılması üçün ən gözəl addımlardandır. Həmçinin ölkəyə daxil olan xarici işçilərin axınının qarşısını almaq. Yəni, əgər ölkədə əhalinin sayı belə deyək də, yəni işsizlər, iş yerlərinin sayı azdırsa, bir də kənardan gələn insan, yəni işçi qüvvəsini biz bura buraxsaq, işsizlik daha da çox artacaq. Ona görə kənardan gələn işçilərin qarşısını almaq da demək, işsizliyin qarşısını almaq üçün əsas atılan addımlardan biridir.
Demək, indi isə sizə keçid eləyək dünya əhalisinin məskunlaşması. Demək, yadda saxlayaq ki, dünya əhalisinin 70%-ə qədəri qurunun cəmi 7%-də cəmlənib. Yəni, yer kürəsinin əsas 7%, 10%-ə qədər olan əraziləri daha yüksək səviyyədə məskunlaşıb. Digər ərazilərdə isə əsasən əhalinin paylanması daha aşağıdır. Yarımkürələr üzrə baxsaq, dünyada yadda saxlayaq ki, şimal yarımkürəsində əhalinin 90%, cənub yarımkürəsində isə əhalinin cəmi 10%-i məskunlaşmışdır. Şərq və qərb yarımkürələri isə üzrə baxsaq isə, şərq yarımkürəsində təqribən əhalinin 85%-i, qərb yarımkürəsində isə cəmi 15%-i məskunlaşmışdır. Biz buna əsasən əhalinin sıxlığını anlayışından istifadə edə bilərik. Əhali sıxlığı. Və yadda saxlayaq ki, biz əhali sıxlığını tapmaq üçün əhalinin ümumi sayını, əhalinin sayı bölünsün ərazi. Yəni, biz ölkədə əhalinin sayını ölkənin ərazisinə bölməklə sıxlığı tapa bilərik. Dünyada sıxlığın daha çox olduğu ölkələrə biz məsələn nümunə göstərə bilərik Çin ərazisinin, böyük Çin düzənliyi, çünki bura qədim suvarma ərazisi olmuşdur. Həmçinin Hindistan, Cənub-Şərqi Asiya ölkələri, Cənubi Asiya ölkələri, Qərbi Avropa, yəni burada həm belə deyək də, həyat səviyyəsinin yüksək olması, bura işçi qüvvəsinin axını, burada əhalinin sıxlığını artırır. Həmçinin ABŞ-ın şimal-şərqi və s. Bu kimi ərazilərdə əhalinin sıxlığı daha çoxdur. Lakin mənimsənilməsi çətin olan ekstremal ərazilərdə isə əhalinin sıxlığı əlbəttə ki, daha azdır. Məsələn, Kanada ərazisinin xüsusən şimal hissələrində qütb ətrafı ərazi olduğu üçün əhalinin sıxlığı azdır. ABŞ-ın şimal-qərbində, xüsusən Alyaska ştatında sıxlıq azdır. Həmçinin Kordilyer və Ant dağlarının yüksək dağlıq ərazilərində, Himalay, Pamir, Tian-Şan kimi yüksək dağlıq ərazilərdə əhalinin sıxlığı daha azdır. Səhralarda, böyük səhra, yəni burada biz Liviya, Əlcəzair, Misir kimi ölkələri nümunə göstərə bilərik. Avstraliya, Ərəb ölkələrində səhralıq olan ərazilərdə əlbəttə ki, əhalinin sıxlığı daha aşağı olacaqdır. Yəni, bu ərazilər və yaxud da Amazon ovalığı, Kongo hövzəsi, bu ərazilər yaşamaq üçün nisbətən daha əlverişsiz ərazilər olduğu üçün bu qeyd etdiyimiz ərazidə əhalinin sıxlığı əlbəttə ki, aşağı olacaqdır. Amma əhalinin bir daha qeyd edək, daha sıx məskunlaşdığı regionlara Şərqi Avropa, Yaponiya, Çin, Koreya, Cənubi Asiyada Hindistan, Bangladeş, Şri Lanka, Cənub-Şərqi Asiyada İndoneziya, Filippin, Vyetnam, Tayland kimi ölkələr, Qərbi Avropa ölkələrinin əksəriyyəti yenə də bu inkişafın böyük olması ilə əlaqədar, ABŞ-ın şimal-şərqi, Bosfor və Çipç kimi meqalopolisləri daha yaxşı məskunlaşmışdır. Məskunlaşmanın biz iki tipi haqqında danışa bilərik. Bunlara kənd məskunlaşması və şəhər məskunlaşma tipləri aid ola bilər. Biz ümumiyyətlə şəhər və yaxud da kənd anlayışı necə yaranır? Biz əraziyə kənd və yaxud da şəhər necə deyə bilərik? Yaddaş saxlayaq ki, əraziyə, yəni kənd ona görə deyirik ki, burada yaşayan əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə, yəni ki, aqrar sahə ilə məşğul olursa, biz buna deyəcəyik kənd. Amma yox, əhalinin böyük bir hissəsi qeyri-aqrar sahədə çalışırsa, yəni ki, sənayedə, yəni emal sektorunda, xidmət sektorunda və s. çalışırsa, biz isə buna deyəcəyik şəhər. Yəni şəhərdə əhali sayı önəmli deyil. Elə ölkə var ki, 500 nəfərə şəhər deyə bilər, elə ölkə var ki, 30 min yuxarı əhaliyə şəhər deyə bilər. Məsələn, Azərbaycanda bu 15 min nəfər götürülür. Amma yadda saxlayaq ki, kənd ilə şəhərin əsas fərqi odur ki, kənd yaşayış məntəqələrində əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur, amma şəhər yaşayış məntəqələrində isə əhali əsasən emal sektoru və yaxud da hər hansı digər sənaye sahələrində, yəni qeyri-aqrar sənaye sahələrində çalışırlar. Və kənd yaşayışının biz iki formasını qeyd edə bilərik, qrup və əlbəttə ki, dağınıq. Qrup odur ki, yəni burada əhali bir-birinə sıx yaşayır, kompakt formada yaşayır. Yəni evlər, belə deyək, yaşayış binaları, evlər bir-birinə çox yaxındır. Bura biz Avropanın şimalını çıxmaq şərti ilə Avropa qitəsini, Asiyanın, Mərkəzi Asiyanı çıxmaq şərti ilə əsas hissələri, Afrika, Azərbaycan kimi ərazilərdə yadda saxlayaq ki, əhalinin yaşayışının qrup formasıdır. Yəni burada əhalidə evlər bir-birinə çox sıx yerləşir. Əhali çox sıx məskunlaşır, yəni bir-birinə daha yaxın məskunlaşmışdır. Dağınıq formaya isə biz
ferma tipli yaşayış məntəqəsi deyə bilərik. Yəni əsasən kəndlərdə fermerlər yaşayır, kənd təsərrüfatı ilə məşğul olan insanlar və evlər bir-birinə çox aralıda yerləşirsə, biz buna dağınıq forma deyəcəyik. Məsələn, dağınıq forma yadda saxlayaq ki, əsasən Şimali Amerika ölkələrində, xüsusən Kanadada biz daha geniş formada görə bilərik. Həmçinin Avstraliya ərazisində də biz dağınıq formanı görə bilərik. Şimali Avropa ölkələri, Norveç, İsveç, Finlandiya, Danimarka kimi ölkələrdə fermer həyatı sürən insanların, yəni kəndləri əsasən fermerlər yaşayırlar kəndlərdə. Ona görə evlər bir-birindən uzaqdadır. Həmçinin Mərkəzi Asiyanın bəzi ölkələrində biz dağınıq formanı görə bilərik. Şəhər anlayışına gəldikdə qeyd etdik ki, şəhər anlayışı əsas odur ki, əhalinin əksər hissəsi belə də qeyri-aqrar sənaye ilə məşğul olmalıdır. Yenə deyirəm, Şimali Avropada 200 nəfərdən çox əhaliyə daş şəhər deyə bilər. Kanada və Avstraliya 1000 nəfərdən çox əhaliyə şəhər deyir. Nə bilim, ABŞ və Meksika 2,5 min nəfərdən çox əhalisi olan şəhər deyə bilər. Yaponiya 30 min, Hindistan 5 min və s. Yəni burada əhalinin sayı hər yerdə eyni deyil. Amma dünyada ümumiyyətlə bir meyar var ki, kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur, şəhərdə yaşayan əhali isə əsasən şəhər, yəni xidmət sektorlarında, sənaye sahələrində və s. çalışırlar. Həmçinin biz əhalinin məskunlaşmasının əsasən 3 tipini müəyyən edə bilərik. Bunlardan birincisi radial məskunlaşma tipi. Yəni radial model, daha doğrusu 3 modellə tanış ola bilərik. Radial model yadınızda saxlayın ki, əhalinin nəqliyyat yollarının kəsişməsində əsasən dairəvi formada məskunlaşmasıdır. Buna biz deyəcəyik radial model. İkinci qeyd edə bilərik xətti model. Yadda saxlayaq ki, xətti model əsasən çayların, magistral yolların boyunca əhalinin məskunlaşmasıdır. Üçüncüsü isə gəlir sahil boyu model. Sahil boyu modeli isə əlbəttə ki, əhalinin əsasən dəniz, körfəz, okean sahillərində belə deyək, formalaşmasına isə biz deyəcəyik sahil boyu model. Bildiyimiz kimi əhalinin şəhərləşməsi prosesi, şəhər əhalisinin çoxalması, şəhər həyat tərzinin yayılması prosesinə biz deyəcəyik urbanizasiya. Və yadda saxlayaq ki, müasir urbanizasiyanın 3 əsas xüsusiyyəti var. Birincisi, şəhər əhalisinin artımının yüksək olması. İkinci məsələ, əhalinin və təsərrüfatın əsasən böyük şəhərlərdə cəmləşməsi. Üçüncü məsələ isə şəhərlərin genişlənərək aglomerasiyalara və meqalopolislərə çevrilməsi. Bunlar əsas, belə deyək, urbanizasiyanın əsas xüsusiyyətləri, əsas göstəriciləridir. Urbanizasiya, bir daha qeyd edirəm, şəhər əhalisinin, yəni belə deyək, formalaşmasıdır. Şəhərlərin böyüməsi və şəhər əhalisinin formalaşması urbanizasiya prosesidir. Urbanizasiyanın yüksək olduğu ölkələrə əsasən biz inkişaf etmiş ölkələrə aid edə bilərik. Həmçinin biz demək olar ki, Avropa ölkələrinin hamısı urbanizasiya çoxdur. Rusiya urbanizasiya yüksəkdir. Yaponiya urbanizasiya yüksəkdir. ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Car kimi, İsrail kimi inkişaf etmiş ölkələr, həmçinin Latin Amerikasının əsasən yeni sənaye ölkələri, həmçinin neft ixrac edən ölkələr, yəni ərəb ölkələri. Buna biz Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn kimi ölkələri aid edə bilərik ki, bu ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir, 70%-dən daha çoxdur. Bunun da səbəbi, tutaq ki, neft ixrac edən ərəb ölkələrində heç Küveyt'i biz deyə bilərik ki, bu ölkələr inkişaf etməkdə olan ölkə olsa da, demək olar ki, kənd anlayışı yoxdur Küveytdə. Çünki əhali əsasən neft sənayesi sahəsində çalışır, kənd təsərrüfatı üçün də torpaqları o qədər də yararlı hesab edilmir. Urbanizasiya səviyyəsinin aşağı olduğu ölkələrə isə biz əsasən inkişaf səviyyəsi aşağı olan ölkələr, məsələn, Əfqanistan, Bangladeş, Haiti, Laos, Çad, Niger, Mali, Somali, Sudan, Efiopiya kimi ölkələrə aid edə bilərik ki, bu ölkələrdə urbanizasiya səviyyəsi daha aşağıdır. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə əsasən urbanizasiya prosesi daha zəif formada gedir. Deməli, həmçinin biz aglomerasiya anlayışı ilə tanış ola bilərik. Aglomerasiyalar nədir? Aglomerasiyalar, yadda saxlayaq ki, şəhərlərin böyüməsi və şəhər tipli yaşayış məntəqələrinin kompakt ərazidə toplanması, birləşməsi aglomerasiyalardır. Və aglomerasiyalarda bir dənə əsas böyük şəhər olur ki, biz buna deyəcəyik nüvə şəhəri. Onun ətrafında nisbətən kiçik
şəhərlər isə birləşərək yaradır peyk şəhərləri. Məsələn, biz Azərbaycanda Bakı aqlomerasiyası nümunə göstərə bilərik ki, Bakı aqlomerasiyasında əsas şəhər Bakıdır, böyük şəhər Bakıdır və burada belə deyək, nüvə şəhərdir Bakı. Lakin onun ətrafında yerləşən Sumqayıt, Xırdalan kimi şəhərlər isə onun peyk şəhərləri hesab edilir. Yadda saxlayaq ki, dünyanın ən böyük meqalopolis aqlomerasiyaları əsasən Çində, Hindistanda, ABŞ-da, Braziliyada, Rusiyada, Meksikada və digər ölkələrdə yerləşə bilər və dünyanın ən böyük aqlomerasiyası da 38 milyon əhalidən çox əhalinin yaşadığı Tokyodur. Həmçinin bununla yanaşı Meksikada Meksiko, ABŞ-da New York, Los Angeles, Braziliyada São Paulo, Rio de Janeiro, Argentinada Buenos Aires, Afrikada Nigeriyada Lagos, Misirdə Qahirə, Türkiyədə İstanbul, Hindistanda Mumbai, New Delhi, Bangladeşdə Dəşqə, həmçinin Çində Şanxay, Pekin, Yaponiyada Tokyo, Cənubi Koreyada Seul, Rusiyada Moskva, Böyük Britaniyada London, Fransada Paris kimi, İtaliyada Roma kimi şəhərlər dünyanın ən böyük aqlomerasiyaları hesab edilir. Amma Avstraliya və Okeaniyada çox da böyük aqlomerasiyalar əlbəttə ki, yoxdur. Bəs meqalopolislər nədir? Yadda saxlayaq ki, meqalopolislər isə şəhər aqlomerasiyalarının birləşməsi, müəyyən bir ərazidə toplaşması, qovuşması nəticəsində iri şəhər məskunlaşması formalaşır ki, biz buna deyəcəyik meqalopolislər. Baxın, şəhərlər bir yerə cəmlənərək əmələ gətirdi aqlomerasiyaları. Aqlomerasiyalar isə birləşərək yarada bilər meqalopolisləri. Dünyanın ən böyük meqalopolislərinə biz diqqət yetirsək, bunun üçü ABŞ-da yerləşir. Atlantik okeanı sahilində biz Bosfaş meqalopolisindən danışa bilərik. Bura Boston, Philadelphia, New York, Baltimore və Washington kimi böyük aqlomerasiyalar daxildir. Daha sonra göllərin ətrafında, göllər ətrafı və yaxud da Chips meqalopolisi var. Bura Chicago, Detroit, Cleveland və Pittsburgh kimi böyük aqlomerasiyalar daxildir və Sakit Okean sahillərində Sansan meqalopolisində isə San Francisco, San Diego, Los Angeles kimi meqalopolisləri, belə deyək, aqlomerasiyaların birləşməsindən belə deməli Sansan meqalopolisi yaranmışdır. Avropaya və Yaponiyaya diqqət etirsək, Avropada İngiltərə, Böyük Britaniyada İngiltərə, Almaniya və Niderlandda isə Rainbow, Yaponiyada isə Tokyo dünyanın ən böyük meqalopolisləri hesab edilir. Biz həmçinin suburbanizasiya anlayışına tanış ola bilərik. Bəs gəlin görək suburbanizasiya nədir? Biz bayaq da qeyd etdiyimiz kimi, xüsusən inkişaf etmiş ölkələrdə əhali əsasən şəhərlərdə yaşayır. Şəhər məskunlaşma forması daha üstün özünü göstərir. Biz bu prosesə urbanizasiya prosesi deyirdik. Lakin şəhərlərin böyüməsi, şəhərlərdə əhalinin sayının artması, tıxacların yaranmasına, şəhərdə sıxlığın artmasına, həmçinin səs-küyün yaranmasına səbəb ola bilər ki, bu səbəbdən artıq əhali şəhərkənarı ətrafı ərazilərə və yaxud da kəndlərə köçə bilər ki, bu proses suburbanizasiya adlanır. Və yadda saxlayaq ki, suburbanizasiya prosesi əsasən inkişaf etmiş ölkələrdədir. Bax, yenə deyirəm, suburbanizasiya şəhərlərdə əhalinin sayı çoxalır və əhali səs-küydən və yaxud da hər hansı şəhərdə olan narahatlıqlardan bezir və kəndlərə və yaxud da şəhər ətrafı ərazilərə köçür ki, biz bu prosesə suburbanizasiya deyirik və şəhərlərə yalnız işləmək üçün gəlirlər. Bu yadda saxlayaq ki, şəhərlərin dərinliyə inkişafıdır, yəni urbanizasiya prosesinin yüksək olduğu inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bir də var yalançı urbanizasiya. Bəs yalançı urbanizasiya nədir? Yalançı urbanizasiya isə əsasən inkişaf etməkdə olan eninə inkişafdır. Demək, yalançı urbanizasiya əsasən yadda saxlayaq ki, inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Yalançı urbanizasiya budur ki, əhali şəhərlərə köçür iş axtarmaq məqsədi ilə, lakin şəhərə gələn, iş axtarmağa gələn insanların sayı şəhərdə olan mövcud iş yerlərinin sayından qat-qat çox olur. Və yenə də
belə də işsiz bir kütlə yaranır və onlar məcburən şəhər ətrafında kiçik bir, kasıb bir məhəllələr quraraq yaşayırlar ki, biz buna deyirik yalançı urbanizasiya. Məsələn, bu yalançı urbanizasiya tutaq ki, Afrikada yalançı urbanizasiya formasında, yaşayış formasında bidonvil, Latın Amerikasında xüsusən Braziliyada favel, Türkiyədə gecəqondu adlanır ki, yəni bunlar kasıb məhəllələrdir. Yenə deyirəm, şəhərə işləmək, özünə yaxşı iş yeri axtaran insanlar yəni gəlirlər, lakin özünə normal iş tapa bilmir və kasıb məhəllələr yaranır ki, biz bunlara demək yalançı urbanizasiya deyəcəyik.